Gündəlik həyatda ətrafımızdakı insanların enerjisi ilə daim təmasda oluruq. Bəzi insanlar yanımızda olanda içimiz sevinç, rahatlıq və həvəslə dolur. Bəziləri ilə vaxt keçirdikdən sonra isə niyəsini tam anlaya bilmədiyimiz bir yorğunluq hiss edirik. Sanki görünməz bir əl enerjimizi çəkib aparmış kimi. Carl Jung kimi dərin düşünürlər insan psixologiyasının və münasibətlərinin bu görünməz qatlarına işıq tutmuşdu. Onların fəlsəfəsi bu enerji axışlarını anlamaq və özümüzü qorumaq üçün bizə dəyərli içgörülər təqdim edir. Bu videoda Jung'un təlimlərindən ilham alaraq enerjinizi əməyən, sizi aşağı çəkən ya da manipulyasiya etməyə çalışan insanları necə tanıyacağınızı öyrənəcəyik. Bu işarələri birində görəndə niyə dərhal uzaqlaşmaq bu qədər vacib ola bilər? Bunu anlayacaqsınız. Bəlkə sizə də olub. Yeni biri ilə tanışırsınız. Zahirən nəzakətli, söhbətçil, hətta cəlbedici biri kimi görünür. Hər şey yolunda kimi görünür. Amma içinizdə izah edə bilmədiyiniz bir narahatlıq var. Ağlınız sizə hər şey normal, heç bir problem yoxdur deyir. Bəlkə özünüzü artıq şübhəpərəst olmaqda günahlandırırsınız. Nə kobud bir davranış var, nə də incidən bir söz. Amma o enerji, o insanın varlığı sizi yaxşı hissetdirmir. Məhz burada çoxumuz bir səhv edirik. İçimizdəki o incə səsi, o qəribə hissi görməzdən gəlirik. Çünki rasional ağlımız deyir, dəlilin yoxdur, qərəzli olma. Halbuki Carl Jung'un kollektiv şuursuzluq adlandırdığı o dərin qat, əcdadlarımızdan miras aldığımız, bəşəriyyətin ortaq təcrübələrini özündə saxlayan o nəhəng bilik sahəsi bizə görünməz siqnallar göndərir. Bu siqnallar ağlımız hər şeyi tam analiz etməzdən əvvəl təhlükələri hiss etməyimizi təmin edir. Sezgi deyilən şey məhz budur. Sehirdə, paranoyada deyil. Minillərin sağ qalma təcrübəsinin içimizdəki əksidir. Jung deyirdi ki, sezgi şuurlu ağlımızın hələ emal edə bilmədiyi məlumatları dərk etmə üsuludur. Beynimiz qarşımızdakı insanın mikroifadələrini, səs tonundakı incə titrəyişləri, bədən dilindəki ipuçlarını fərq edir. Bu məlumatları sürətlə emal edib bizə bir his şəklində geri göndərir. Sinənizdə bir sıxıntı, qarnınızda bir gərginlik, ümumi bir narahatlıq. Bədəniniz sizə burada bir şey düz deyil deyə bağırır. Bu mövzuda özümdən bir xatirə paylaşım sizinlə. İllər əvvəl bir tanışım məni yeni biri ilə tanış etdi. İlk təəssürat əladır. Nəzakətli, mehriban, yerli yerində gülən, diqqətli görünən biri idi. Amma nədənsə onun yanında olanda içimdə daim bir rahatsızlıq vardı. Sanki bədənim xəbərdarlıq edirdi. Bunu görməzdən gəldim. Yəqin yorğunam dedim özümə. Bəlkə mən çox çəkingənəm. Aylarca o insanla görüşdüm. Hər dəfə yanından ayrılanda üstündə izahsız bir ağırlıq hiss edirdim. Enerjim çəkilmiş kimi idi. Zamanla o insanın danışdığı hekayələrdəki ziddiyyətləri, başqaları haqqında söylədiyi mənfi şeyləri, daim özünü qurban kimi göstərən münasibətini fərq etdim. Və o ilk hissin nə qədər doğru olduğunu anladım. O insan göründüyü kimi değildi. Məhz o an Jung'un bir sözünü dərindən dərk etdim. Enerji yalan söyləməz. Çoxu insan bu ilk incə siqnalları görməzdən gəlir. Çünki rasional ağlımız onlar üçün səbəb tapa bilmir. Mənə pis bir şey etmədi ki, deyirik. Bəlkə mən şişirdirəm. Amma bu, edə biləcəyiniz ən böyük səhvlərdən biridir. Çünki bəzi insanlar enerjinizi açıq-aşkar oğurlamır. Bunu yavaş-yavaş, sindicəsinə edirlər. Fərqinə belə varmırsınız. Tıpkı batağa tədricən çəkilmək kimi. Bəs enerjinizi əməyən insanları necə tanıyarsınız? Yanınızdakı insanın sizi tüketdiyini necə anlarsınız? Birinci işarə. Onlarla danışanda söhbət həmişə onların problemləri, şikayətləri və dramları ətrafında fırlanır. Nə qədər müsbət başlasanız da, mövzu nə vaxt onların nə qədər çətin vəziyyətdə olduğuna, kimin onlara haqsızlıq etdiyinə gəlib çıxır. Həll axtarmırlar, sadəcə danışırlar. Siz dinlədikcə onların emosional yükünü üzərinizə almağa başlayırsınız. Adeta onların zibil qabına çevrilirsiniz. Söhbətin sonunda özünüzü tükənmiş, enerjisiz və ümidsiz hiss edirsiniz. Çünki onlar sadəcə dərdlərini sizə boşaldıb, yüngülləşmək istəyirlər. İkinci işarə. Sərhəd qoymağa çalışanda və ya özünüz üçün bir şey etmək istədiyinizdə sizə günah hissi yaşadırlar. Öz vaxtınızı ayırdığınızda, hobbinizlə məşğul olduğunuzda, sadəcə dincəlmək istədiyinizdə sizə nə qədər ehtiyacları olduğunu hiss etdirirlər. Bəlkə birbaşa söyləmirlər, amma əl-qol hərəkətləri ilə, ah-huf etməklə, kədərli sifət ifadəsi ilə sizə sən olmasan mən nə edərəm mesajı verirlər. Bu, sizi manipulyasiya etməyin incə bir üsuludur. Vicdanınızı silah kimi istifadə edərək öz enerji ehtiyaclarını ödəməyə çalışırlar. Özünüzü
egoist hiss etdirirlər. Halbuki özünüzə vaxt ayırmaq ən təbii haqqınızdır. Üçüncü işarə. Onların yanından ayrılanda bir yüngüllük hiss edirsiniz. Adətən dəyər verdiyiniz birindən ayrılanda bir həsrət, bir boşluq duyursunuz, elə deyilmi? Amma bu cür insanlardan uzaqlaşanda hiss etdiyiniz şey qəribə bir rahatlamadır. Sanki çiyinlərinizdəki bir yük götürülmüş kimi. Fikriniz daha aydınlaşır, nəfəs almaq asanlaşır. Məhz bu, o insanın enerjinizi sömürdüyünün ən aydın işarəsidir. Onların yoxluğu varlıqlarından daha yaxşı istirir. Bu, sezginin sizə verdiyi ən güclü siqnallardan biridir. Bu insanların psixoloji səbəbi nə ola bilər? Junga görə insanlar öz kölgəsi ilə, yəni qəbul edə bilmədikləri qüsurları, qorxuları və bastırılmış yanları ilə üzləşmədikdə bu kölgəni başqalarına proyeksiya edirlər. Yəni əslində öz içlərindəki xaosunu, öz çatışmazlıqlarını başqalarında görürlər və o yükü başqasının üstünə atmağa çalışırlar. Enerji oğurlayanlar çox vaxt öz daxili boşluqlarını başqalarının enerjisi ilə doldurmağa çalışırlar. Öz işıqlarını tapmadıkları üçün başqalarının işığını çalmaq istəyirlər. Bu manipulyasiya həmişə şuurlu olmaya bilər. Bəzi insanlar öz emosional problemlərini, öz xaoslarını necə idarə edəcəklərini bilmirlər və fərqinə varmadan ətraflarındakı insanlara bu yükü ötürürlər. Bu vəziyyət xüsusilə gaslighting adlanan manipulyasiya növündə çox aydın görünür. Gaslighting birinin öz gerçəkliyini, yaddaşını və qavrayışını sorğulamasına səbəb olan bir manipulyasiya taktikasıdır. Biri sizə israrla yaşadığınız bir hadisənin heç baş vermədiyini, hiss etdiyiniz duyğunun mənasız olduğunu, artıq reaksiya verdiyinizi ya da yanlış xatırladığınızı deyirsə, diqqətli olun. Jungun proyeksiya anlayışı gaslightingin altında yatan mexanizmi izah edir. İnsan öz qəbul edə bilmədiyi xüsusiyyətlərini, məsələn, egoistliyini, məsuliyyətsizliyini, manipulyativ olduğunu sizə yansıdır. Sizə sən egoistsən deyərkən əslində öz egoistliyini görməzdən gəlir. Sən dram edirsən deyərkən öz dramını sizə yükləməyə çalışır. Əgər siz öz qavrayışınıza güvənməsəniz, zamanla probleminin özünüz olduğunu inanmağa başlayırsınız. Gaslightingin ən təhlükəli yanı məhz budur. Sizi öz ağlınızdan şübhələndirir. Gaslightingi necə tanıyarsınız? Birinci işarə. Daim hekayəni dəyişirlər. Dünən dediklərini bugün inkar edirlər. Keçən həftə etdikləri bir şeyi heç etmədiklərini iddia edirlər. Siz bunu xatırlatdıqda sizi unutqanlıqda, yanlış anlamaqda ya da şişirtməkdə günahlandırırlar. Məqsəd sizi çaşdırmaq, nəyə inanacağınızı bilməməyinizdir. İkinci işarə. Duyğularınıza etibarsız edirlər. Kədərləndiyinizdə bu qədər şeyə görəmi deyirlər. Qəzəbləndiyinizdə niyə bu qədər böyüdürsən? Sevindiyinizdə isə nə olub ki bu qədər sevincirsən? Hiss etdiyiniz hər şeyi önəmsiz, mənasız ya da şişirdilmiş göstərməyə çalışırlar. Sizi aşırı həssas, qeyri-sabit və ya dəli hiss etdirməyə çalışırlar. Üçüncü işarə. Sizi digər insanlardan təcrid etməyə çalışırlar. Başqaları ilə görüşdüyünüzdə onlara güvənməməyinizi, sizi anlamadıqlarını, hətta arxanızdan danışdıqlarını ima edirlər. Məqsəd sizin başqa baxış bucaqları əldə etməyinizin, kənardan dəstək almanızın qarşısını almaqdır. Beləliklə, yalnız özlərinin doğru mənbə olduğuna sizi inandırırlar. Dördüncü işarə. Onlarla danışdıqdan sonra başınız daha da qarışır. Bir problemi həll etmək üçün danışdığınızı düşünürsünüz. Amma söhbət bitəndə özünüzü daha da çıxılmaz bir vəziyyətdə tapırsınız. Aydınlaşmaq əvəzinə daha da bulanıq hiss edirsiniz. Gerçək olanla sizə danışılan arasındakı fərqi ayırd etməkdə çətinlik çəkirsiniz. Bu işarələri birində görürsünüzsə, bu bir həyəcan siqnalıdır. Carl Jung deyirdi, şuursuz olanı şuurlu etməyənə qədər o sənin həyatını idarə edəcək və sən ona tabe edəcəksən. Bu cür manipulyasiyanın və enerji sömürülməsinin fərqinə varmaq, taleyini yenidən öz əlinə almanın ilk addımıdır. Bəs özünüzü bu cür insanlardan necə qoruyursunuz? Birincisi, sezginizə güvənin. İçinizdəki o narahat edici səsi dinləyin. Məntiqi bir səbəb tapa bilməsəniz də, birinin enerjisi sizə yaxşı gəlmirsə, o hissdən qaçmayın. Bədəninizin sizə nə dediyini anlamağa çalışın. İkincisi, sərhədlərinizi müəyyən edin və onlara sahib çıxın. Başqalarının emosional zibil qabı olmaq məcburiyyətində deyilsiniz. Özünüzə vaxt ayırmaqdan, yox deməkdən çəkinməyin. Bu egoistlik deyil, öz hörmətdir. Unutmayın, başqalarının xaosunu düzəltmək sizin məsuliyyətiniz deyil. Üçüncüsü, öz gerçəkliyinizə güvənin. Bir şeyi yaşadığınızı, hiss etdiyinizi bilirsinizsə, başqasının sizi inandırmasına icazə verməyin.
Güvəndiyiniz biri varsa onunla danışın. Başqa insanların baxış bucağını almaq manipulyasiyanı fərq etməyinizə kömək edə bilər. Dördüncüsü, başqalarının proyeksiyalarını üzərinizə almayın. Biri sizi haqsız yerə bir şeydə günahlandırırsa, dərhal özünüzü sorğulamayın. Əvvəlcə dürüst bir analiz edin. Həqiqətən bir səhviniz vardımı? Əgər yox idisə, o ittihamın sizə aid olmadığını bilin. O insanın öz kölgəsini sizə yansıtdığını anlayın. Bu onların problemidir, sizin deyil. Sonuncu və bəlkə də ən ağrılı mövzuya gəlirik. Gizli qısqanclıq və içərləmə. Bəzi insanlar sizin yaxşı olmanızı, uğur qazanmanızı istəyirmiş kimi görünürlər. Bəlkə həqiqətən də istəyirlər, ancaq özlərindən yaxşı olmadığınız müddətcə. Parlaqlaşmağa başladığınız an, bir addım irəli getdiyiniz an, içlərindəki o görünməz qısqanclıq işə düşür. Bu insanlar sinlidir, uğurlarınızı kiçildirlər. Xeyirxah görünən məsləhətlərlə sizi yolunuzdan döndərməyə çalışırlar. Şübhə toxumları əkirlər. Bu işdə bir problem ola bilər. Ay, ehtiyatlı ol, bu qədər də şişitmə. Bu cür sözlərlə sizi dayandırmağa çalışırlar. Siz irəlilədikcə onların sevgisi və dəstəyi azalır. Onları necə tanıyarsınız? Birinci işarə. Uğurlarınızı təbrik etmək əvəzinə kiçildirlər. Yeni işə başlayasınız. Ümid edirəm çox yorulmayasınız. Yeni ev aldınız. Xərcləri də çox olar indi bunun. Mükafat qazandınız. Şans işidir. Uğurlarınızı ötüşdürürlər, kiçildirlər. Hətta qüsur axtarmağa çalışırlar. İkinci işarə. Başqalarının uğurlarını həvəslə təbrik edərkən sizinki ərə qarşı laqeyd və ya soyuq davranırlar. Digər tanışlarının yüksəlişlərini, yeni işlərini böyük həvəslə danışırlar. Amma sizin əldə etdiyiniz önəmli bir uğuru adi bir şey kimi qarşılayırlar. Üçüncü işarə. Haqqınızda mənfi şeyləri başqalarından eşidə bilərsiniz. Bəlkə çox dəyişib, əvvəlki kimi deyil, özündən razı olub deyə pıçıldayırlar ətrafda. Bu onların öz qısqanclıqlarını və güvənsizliklərini yansıtma üsuludur. Dördüncü işarə. Siz irəlilədikcə sizdən uzaqlaşmağa başlayırlar. Əvvəlki kimi zəng etmirlər, mesajlarınıza gec cavab verirlər, görüş təkliflərini təxirə salırlar. Sizin işığınız onları narahat etməyə başlamışdı. Jung deyir ki, qısqanclıq çox vaxt öz kölgəsini qəbul edə bilməyənlərin, öz potensialı ilə üzləşməyənlərin bir əksidir. Başqasının işığına dözə bilməyən öz qaranlığında qalmağı seçmişdi və sizin işığınızı söndürərək öz qaranlığında daha az tənha hiss etmək istəyir. Bu ən təhlükəli insan növüdür. Çünki yaxındılar, dost kimi, ailə kimi, sevgili kimi görünürlər. Amma içdən içə sizi aşağı çəkməyə çalışırlar. Sizin işığınız onların qaranlığını üzə çıxarır və buna dözə bilmirlər. Jung bizə bunu öyrətdi. Öz rahatlığımız və tarazlığımız ətrafımızdakı enerjiləri tanımaqla başlayır. Vacib olan paranoyak olmaq deyil, şüurlu olmaqdır. Enerjimizi oğurlayanları, manipulyasiya edənləri, bizi qısqananları tanımaq, özümüzü qorumaq üçün bir haqdır, bir məsuliyyətdir. Əgər bir insan daim xaos içindədirsə, daim dram yaradırsa, keçmişi bitmiş münasibətlər və münaqişələrlə doluysa və bu vəziyyətin məsuliyyətini heç vaxt özlərinə götürmürsə, o insanın özü xaosdur. Siz nə qədər köməkçil olmaq istəsəniz istəyin, nə qədər müsbət olmağa çalışsanız çalışın, o insan sizi də öz fırtınasına çəkəcək. Xaosda yaşayan biri həyatınıza xaos gətirəcək. Unutmayın, sizi həqiqətən sevən və dəyər verən insanlar uğurlarınızı təbrik edir, duyğularınızı təsdiqləyir, sərhədlərinizə hörmət edir və yanınızda olanda sizə enerji verirlər. Onlar sizin işığınızı söndürməyə çalışmır. Əksinə, daha çox parlamanız üçün sizə dəstək olurlar. Əgər bu videonun sonuna qədər izlədinizsə, indi çox insanın illərlərlə fərq edə bilmədiyi bir həqiqəti bilirsiniz. Ətrafınızdakı enerjilərə diqqət edin, daxili səsinizi dinləyin. Özünüzü qorumaq egoistlik deyildi. Bu ən dəyərli varlığınız olan rahatlığınızı və tarazlığınızı qoruma məsuliyyətinizdir. İndi özünüzə soruşun, dəyərli rahatlığınızı qoruyacaqmısınız? Bu videodakı fikirlər sizə bir şey qatdısa, şərhlərdə fikirlərinizi bizimlə bölüşün. Oxşar dərinlikli məzmunlar üçün kanala abunə ola bilərsiniz. Siz bu mövzu haqqında nə düşünürsünüz? Şərhlərdə yazın.